İnanın ki bugün bizim efirlərə, bəzi verilişlərə gedəsi deyil. Niyə getmirsiniz? Niyə getmirəm? Mən gedəndə mənə lazım olan suallar verilmir. Bugün efirlərimiz nəyə işləyir Fərqanə xanım? Siz gözəl bilirsiniz. Bəli, bəli. Reyting xatirinə, Reytinqə. şou xatirinə, kiminsə davasını, kiminsə ailəsini, kiminsə nə bilim əzizini, övladını çıxardır üzə onunla. Ürəyimi sənə açsam, dərdlərimi sənə danırsam, neylərsən görəm, neylərsən. Tanınmışlara marağın azalmasına səbəb nə oldu, nələr oldu? Tanınmış simalara tam başqa bir maraq var idi. Yəni zövqləri də dəyişən kimlərdir? Sosial şəbəkələrdə. Sosial şəbəkə. Şən mahnılar olsun, biraz belə olsun. Bəs bu lirikalar kim oxusun? Bəs bu retro musiqilərini kim Yazdırmışsınız o qalsın. Yazdırmışıq. Bəs onları nə edək biz? Elə hamısı şən. Şən. Ona görə də Yarama mən həm istəsəm, səndən imdad diləsəm. Hansı xüsusiyyətinizə görə özünüzü çox istəyirsiniz və deyirsiniz ki, nə yaxşı ki beləyəm və belə də olmaq lazımdır. sədaqətli bir insan kimi özümü sevirəm. Əl açıq bir insan kimi özümə dəyər verirəm. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görəm, neylərsən. Sənə açsam, dərdlərimi sənə danırsam, neylərsən görəm, neylərsən. Ürəyimi sənə açsam, dərdlərimi sənə danırsam, neylərsən görəm, neylərsən. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görən, neylərsən. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görəm, neylərsən. Sənsiz ölərəm desəm, sənə səninəm desəm, səni sevirəm desəm, neylərsən görəm, neylərsən. Sənsiz ölərəm desəm, səni sevirəm desəm, sənə səninəm desəm, neylərsən görən, neylərsən. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görən, neylərsən. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görən, neylərsən. Qarşını kəsib ağlasam, qapını döyüb yalvarsam, neylərsən görən, neylərsən. Qarşını kəsib ağlasam, qapını döyüb yalvarsam, neylərsən görən, neylərsən. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görən, neylərsən. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görən, neylərsən. Sənsiz ölərəm desəm, sənə səninəm desəm, səni sevirəm desəm, neylərsən görən, neylərsən. Sənsiz ölərəm desəm, səni sevirəm desəm, sənə səninəm desəm, neylərsən görən, neylərsən. Yarama mən həm istəsəm, səndən imdad diləsəm, neylərsən görən, neylərsən. Yarama mən
sən görən neylərsən Yarama mən həm istəsəm səndən imdad diləsəm neylərsən görəm neylərsən Yarama mən həm istəsəm səndən imdad diləsəm neylərsən görəm neylərsən Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Mən Fərqanə Gülağa qızının təqdimatında yenə də evlərinizin qonağıyıq. Bugünkü qonağımızı sevə-sevə istəyərdim təqdim edim və başlayaq. Azərbaycan Respublikasının əməkdar artisti, bizim əzizimiz, dəyərli sənətkarımız Almaz Orucova bugün bizimlə bir yerdədir. Almaz xanım, xoş gəlmisiniz. Necəsiz? Ay, çox sağ olun Fərqanə xanım. Çox xoş gördük sizləri. Yəni sizinlə hər görüşümüz mən bilirəm ki, çox fərqli olur, ruhlu olur, zövqlü olur. Çünki qapını açan hər bir kəs o qapıdan içəri girəni öz ruhu ilə qəbul eləyir. Sizin də maşallah, maşallah qəlbiniz çox safdır, ruhunuz Tanrıya çox bağlıdır. İnsana, insanlığa, dostluğa, sədaqətə çox bağlıdır və sizin də hər zaman mən sənət dostlarımla birlikdə də olmuşam və biz hər zaman bir huzur tapmışıq, bir rahatlıq tapmışıq. Çünki söhbətlərimiz alınıb. Alınıb, bəli. Bugün istədik ki, Almaz xanım bizimlə tək olsun və təbii ki, öz razılığı ilə və özü də razılaşdı. İstəyərdik Almaz xanımı yaxından tanıyaq, təbii ki, öz icazəsi ilə. Almaz xanım, tanıyaq sizi yaxından. Çox sağ olun, var olun Fərqanə xanım. Mən Almaz Orucova, Azərbaycanın çox gözəl təbiəti olan güşələrindən biri olan Zəngilan torpağında doğulmuşam və buradan öz Zəngilanlarımı salamlayıram, əziz Zəngilanlarım, sizləri salamlayıram, sizləri çox sevirəm. Necə deyərlər, öz nəslimi, soyumu, kökümü, belə deyək də, hər birinin ruhumda, qanımda axan bir izi var və sizlərə də çox sağ olun deyirəm ki, bax belə ruhla, qəlbinlə mənim qanıma, canıma belə gözəl saflıq ötürmüsünüz. Biz ailədə 5 uşaq olmuşuq. Ay maşallah. Çox mehriban olmuşuq. Mehriban. Çünki bu mehribançılığı bizə ötürən valideynlər olub da, kökümüz, soyumuz olub. Ziyalı, sadə bir ailədə doğulmuşam. 5 uşaq, bacı, qardaş necə? Qardaşınız olub? Bacılar bilirəm var. 3 bacı, 2 qardaş olmuşuq. 3 bacı, 2 qardaş. Valideynlərim haqqında danışmaq istəyirəm, bir neçə kəlmə demək istəyirəm. Çünki ruhumdan, qanımdan onların mənə verdiyi tərbiyə axır. Atam sürücü, anam tibb bacısı olub. Yəni Zəngilan rayonunda çox dəyər verilən ailələrdən biri olmuşuq. Bunu Zəngilanlar, mənə indi baxanlar da deyəcəklər ki, bizim ailəmiz hər zaman seçilib, hər zaman sevilib. Çünki dəyərlərə, ənənələrə çox sadiq olmuşuq. Atam da mehriban, anam da mehriban və biz o 5 uşaq da onlardan o enerjini görmüşük, o sədaqəti görmüşük. Bir-birimizi də çox sevmişik. Məsələn, indi çox ailələrdə mən bunu görə bilmirəm Fərqanə. Bəli, elədir. Uşaqlar o qədər soyuq olub. O saflığı, o dəyəri görə bilmirəm. O qədər laqeyd olublar. İndi başqadır da, indiki gənclər. Bunu qoruya bilmirlər. Bunlar hamısı ailədən gəlir, tərbiyədən gəlir, valideynlərdən gəlir, soydan, kökdən gəlir. Yəni biz bacılarım da təhsil olub, qardaşım da sürücü işləyib, bir qardaşım dünyasını dəyişib, Allah balalarını xoşbəxt eləsin. Amin. Bax, inanın ki, mən bunu istəyirəm ki, bütün bunu gənclərimiz bilsin ki, biz bugün də hər gün bir-birimizlə danışmasaq, bir-birimizin əhvalını bilməsək, biz elə bir ki, o günü, necə deyim sizə, tam mənada təhvil verə bilmirik. Mən istəyərəm ki, mənim
övladımda və bizdən sonra gələcək bütün nəsillər o mehribançılığı qorusunlar, o sədaqəti, o dəyərləri qorusunlar. Bax, bu ənənələri qoruyun, sizdən çox-çox xahiş edirik. Çünki bugün o qədər sosial şəbəkələrə başınız qarışıb ki, ancaq həyatınızı, işinizi qurmusunuz o necə deyirlər, enerjisi olmayan, bəli, o robotlaşan, o texnikalarla həyat yaşayırsınız. Ancaq onları mən məsləhət görərdim ki, onları etməyin. İnsan ünsiyyəti əldə eləyin, insan nəfəsi, insan necə deyərlər, enerjisini alın, insanın enerjisini alın. O nəfəsin, o gözün, bax, o insan ki, bir-birinə baxır, Fərqanə xanım. Bəli. Həqiqətən, bax, o baxışlarda, o sözlərdə dünyanın ən böyük enerjisi mən deyərdim ki, ondan alınır. İfaçılıq sənətinə necə gəlişiniz? Çox maraqlıdır ki, icazə veriblər evdən. Yoxsa... Fərqanə xanım, mənim anamın çox gözəl səsi olub. Deməli, onu müsabiqəyə dəvət ediblər. Müsabiqənin qalibi olub, ancaq onu icazə verməyiblər da ki, o əmiləri icazə verməyib. Əmiləri. Davam eləsin bu səsi, bu sənəti təbii ki, xalqa göstərsin. Və anam da özünün o həyata keçmədiyi arzusunu məndə tapıb. Əslində, mən müğənni olmaq fikrim olmayıb. Yəni, bu sənəti deyim ki, sevə-sevə bu sənətə gəlmişəm, xeyr, sevə-sevə gəlməmişəm. Ancaq anam, necə deyirlər, mənim əlimdən tutdu, məni rayon mədəniyyət evinə apardı. Yəni, bir ifaçı kimi mənim başlanğıcımı, təməlimi anam qoydu. Yəni, bu sənəti özündə tapmadığını məndə yaşatmaq istədi. Bəs maraqlıdır, atanız necə, icazə verdimi, yoxsa hələ... Yox, atam da sevə-sevə yanaşdı. Çünki atamın da gözəl səsi var idi. Biz bir ailə olaraq, mən qarmona gedirdim. Hərdən atam, anam, yəni bacılar yığışırdıq, bir ifalar edirdik. Ya belə deyək də, bir ailə üzvləri kimi, bir ailə ansamblı kimi. Təbii ki, atam da sevə-sevə istəyirdi ki, mən ifa eləyim. Anam da istəyirdi. Ancaq mən özüm biraz həvəssiz idim. Bu da ki, zamandır, yəni talihdir, qismətdir. Yavaş-yavaş mədəniyyət evindən, çıxışlarımdan, məktəblərdən, o demək ki, insanlarla yaxınlıqdan bu həvəs məndə yarandı. Demək ki, ananızın istəyi ilə. Anamın istəyi ilə. Keçir aram-aram, heç bilmirsən bəlkə. Yoxalaram, yalnız səni soruşaram, səndən nigaranam. Ömür ötüb keçir aram-aram, heç bilmirsən bəlkə. Yoxalaram, yalnız səni soruşaram, səndən nigaranam, səndən nigaranam.
ötüb keçir aram aram heç bilmirsən bəlkə yox amaram yalnız səni soruşaram səndən nigarana ömür ötüb keçir aram aram heç bilmirsən bəlkə yox amaram yalnız səni soruşaram səndən nigarana səndən nigarana. Almaz xanım, xarakterinizdə bəyəndiyiniz xüsusiyyət hansıdır? Məsələn, hansı xüsusiyyətinizə görə özünüzü çox istəyirsiniz və deyirsiniz ki, nə yaxşı ki, beləyəm və belə də olmaq lazımdır? Özümdə bəyənmədiyim elə şeylər var ki, məsələn, mən bəzən fikirləşirəm ki, mən keçmişə qayıtsaydım, daha fəal olardım. Məsələn, baxardım ətrafıma, deyərdim ki, nə üçün o məndən qabaqdadır? Yəni, prinsipiallığı mən bugün daha çox onu yaşadıram ki, nəinki onu əvvəlki illərdə mən onu hiss eləməmişəm. İndi daha prinsipialsız. Bəli, indi daha yəni qarşınıza qoyduğunuzun arxasıca gedirsiniz. Məqsədimə daha tez çatmağa çalışıram. Yəni bu da ki, illərlə onsuz da qazanılan bir təcrübədir. Amma xarakter başqa bir şeydir. İndiki uşaqları özünüz görürsünüz ki, əlbəttə. Maşallah. Meydangir və hər şeylərdə çox da utanmırlar. Yox, hər şeylərində tez əldə eləmək istəyirlər. Bəli. Evdir, maşındır, puldur, qoy məndə də. Məndə yəni onda niyə var, məndə yoxdur. Bax, bu prinsipiallıq məndə olmuyor. İndi belə pis çıxmasına əslində sizin o vaxt ki oxuduğunuz toyları, sizin gördüyünüz toyları, toyxanaları, sizin gördüyünüz o pulları heç indiki ifaçılar qazana bilmir. Yəni açıq etiraf eləyək də, yəni bugün toyların zəifliyi, bugün o vaxt ki pulların olmaması, yəni açıq etiraf eləyək də Almaz xanım. O vaxt ki toylar hara, o vaxt ki pulun bərəkəti hara. Amma o vaxt eləmirdilər. Yəni o vaxt aynən bunu alım, bunu eləyim, bunu kimlənsə yarışım. Belə şeylər yox idi. Yox idi. Niyə yox idi Almaz xanım? Yox idi. O vaxt o həsəd deyirlər də ona. Yəni yaxşı mənada onu mən əlbəttə qiymətləndirirəm. Məsələn, mən tələbəliyimdə yadıma gəlir ki, ruhu qəni şad olsun. Səxavət Məmmədovla mənim məclislərə getməyim yadıma gəlir. Nə qədər gözəl məclislər olurdu. Nə qədər orada pullar gəlirdi, pullar. Bəli, əlbəttə ifaçılar burada gəlib danışırlar ki, amma inanın ki biz onu belə fikirləşmirdik ki, ay Allah, hə bu məndə nə çoxdur. Bəli, göz toxluqla qarşılayırdınız. Nəfsimiz tox idi, nəfsimiz çox tox idi. Amma bugünkü uşaqlar inanın ki, 5-dirsə deyir 10 olsun, 10-dursa deyir 15 olsun. Yəni göz doymur. Göz doymur. İnsan özünü tərifləməz, amma yəni ki, sədaqətli bir insan kimi özümü sevirəm. Əl açıq bir insan kimi özümə dəyər verirəm. Yəni bir insan mənə yaxınlaşsa, inanın ki, yəni bunu mübarəsiz deyirəm ki, kömək eləməyə çalışırsınız. Bəli, kömək eləməyə çalışıram. Fikirləşmirəm ki, 5 manatın verərəm ona, qalaram. Bəlkə də yaxşı bir xüsusiyyət deyil. Məsələn, bəzən ona da özümə deyirəm ki, sən bunu edirsən, amma fikirləşmirsən ki, bunun səhərisi də var. Yəni, dost yolunda, belə deyək də, əsl insan yolunda insanlığı göstərməyi çox-çox sevirəm. Yəni, bilmirəm, bu da ailədən gəlir, tərbiyədən gəlir, mədəniyyətdən gəlir. Bu da artıq bir, yəni düşünürəm ki, bu da bir xasiyyətdir, bu da insanın bir özəlliyidir. Bunu dəyişmək olmur. Sədaqət, əl açıqlıq. Əl açıqlıq, necə deyərlər, bir də ki, onu daha çox bəyənirəm ki, bəzən dostlarımı da buradan salamlayıram, bəzən çox sirlərini mənə açırlar, deyirlər və inanırlar deyirlər. İnanırlar deyirlər. Təbii ki, yəqin ki, Almaz xanımda yəqin ağzı bütövlük. Bu dəqiqə biz ən yaralı yerimizdir. İnsanlar yəni bu ağzı bütövlükdən əziyyət çəkirlər. İnanın ki, Fərqanə xanım, yəni o insanlarla münasibət bəzən də ola bilər ki, incillik də ola bilər, küsürlük də ola bilər. Amma inanın ki, o bir nənələrin bir sözü var, deyir, başımı kəssələr də onların o etibarını, o necə deyirlər, mənə danışdığı sözü, bəli, təbii ki, orada da qalmalıdır. Bəli, heç vaxt onu mən ümumiyyətlə, mən sizə deyim ki, xəbərçilik, bax, bir xəstəlikdir. Və bir çox insanlar deyir ki, bax, bir məsəl üçün də bir sözlə danışmısan yanında. Görürsən, bu söz artıq başqasındadır. Deyəndə də deyir ki, ağzımdan çıxdı.
Yəni bu ağız sənindirsə, bu söz bu ağızdan necə çıxdı? Məni əsir eylədi o gözlər, o baxışlar. Məni əsir eylədi o gözlər, o baxışlar. Üzmüşəm yollarına min mənalı baxışlar. Gözlərimdən axtırıb leysan kimi yağışlar. Gözlərimdən axtırıb leysan kimi yağışlar. O gəzli illəri ötüb getməsin hədər. Heç kəsi sevməmişəm, heç kəsi sevməmişəm. Səni sevdiyim qədər, səni sevdiyim qədər. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Keçir gün keçir, məni yandırıb yanma. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. And verirəm Allaha, elə yolunu baxma. And verirəm Allaha, elə yolunu baxma. Ömür keçir, gün keçir, məni yandırıb yaxma. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Çiçəyimi, gülümü özün qoxla özündə. Heç kəsi sevməmişəm, heç kəsi sevməmişəm. Səni sevdiyim qədər, səni sevdiyim qədər. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Ömür keçir, gün keçir, məni yandırıb yaxma. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Ömür keçir, gün keçir, məni yandırıb yanma. Heç kəsi sevməmişəm, heç kəsi sevməmişəm. Səni sevdiyim qədər, səni sevdiyim qədər. Ümumiyyətlə bugün məşhur simalara, bax tanınmışlara marağın azalmasına səbəb nə oldu, nələr oldu? Niyə bax gəlib belə vəziyyətə gəlib çıxdı? İllər keçir, insanın beyni dəyişir, insanın ruhu dəyişir. Məsələn, dünən bizim tutaq ki 15 il, 20 il bundan qabaq sevdiyimiz mahnılar, o janrlar inanın ki bugün daha artıq çox da sevilmir. Məsələn, mənim vaxtımda mən yadıma gəlir ki, elə tədbirlərə getmişik ki, ailə tədbirlərinə getmişik. Orada
klassikaya çox üstünlük veriblər. Və bəlkə də mənim bir mahnıma, bir ifa etdiyim mahnını nə qədər maddi cəhətdən qanararlaşdırıblar. Amma bu gün ya o insanlar artıq yoxdur, yoxsa necə? Çoxu, ya zövqlər dəyişib? Çoxu, o insanların çoxu yoxdur. Yoxdur. Yəni ki, gənclər gəlib. Yəni zövqləri də dəyişən kimlərdir? Sosial şəbəkələrdir. Sosial şəbəkələr. Efirlərdir. Bugün efirlərimiz nəyə işləyir Fərqanə xanım? Siz gözəl bilirsiniz. Bəli, bəli. Reytinq xatirinə, Reytinqə. şou xatirinə, kiminsə davasını, kiminsə ailəsini, kiminsə nə bilim əzizini, övladını çıxardır üzə, onunla sosial şəbəkədə kütlədən reytinq qazanır. Ailə məlumatı ilə də, belə deyək də, ailə məlumatları. Ailə məlumatlarını yayaraq tanınmaq istəyirlər və toy tutmaq istəyirlər, məşhurlaşmaq istəyirlər və bu da çox, nə bilim, ola bilər bu bir xüsusiyyətdir, xarakterdir. Yəni mən heç sevmirəm. Yəni o tanınmışdı, o məşhurluq, oradan gələn pul, yəni ailə məlumatlarını yaymaq o qədər şəxsi məlumatlar. Yəni sevmirəm. Və bir də ki, insanların zövqlərini dəyişdilər. Görün hansı ritmlər bu gün sevilir. Sevilir. Bu gün o xalq mahnılarından, o muğamlardan, o retro musiqilərdən artıq yavaş-yavaş insanları uzaqlaşdırıblar. Yenə də deyirəm də, biz əvvəl getdiyimiz məclislər, tədbirlər hara, bugünkü məclislər hara, elə efirləri mən deyirəm. Efirlərə gedəndə də bəzi verilişlərdə, düz deyib bizə deyə bilməzlər və bir dəfə deyirsə, təbii ki, ikinci dəfə biz o verilişə getmirik. Ancaq elə bəzən də eşidirsən ki, biraz şən mahnılar olsun, biraz belə olsun. Bəs bu lirikalar kim oxusun? Bəs bu retro musiqilərini kim yazdırmışsınız o qalsın. Yazdırmışıq, bəs onları nə edək biz? Elə hamısı şən. Ona görə də gənclərin zövqləri, ailələrin zövqləri həqiqətən korlandı. Bugün gənclərin qulaq asdığı musiqilər Azərbaycan musiqisi deyil. O ritmlərə siz fikir verin, görün orada Azərbaycan musiqisindən nəyəsə bir kök var. Hamısı fars ritmləri, özbək ritmləri. Biz də qalmışıq belə. Həm də ki, inanın ki, oxuyanlar da çox çoxalıb. Çoxalıb. İfadan daha çox, yenə də çoxalıb, nə olsun çoxalıb, keyfiyyətsizlik. Kəmiyyət baş alıb gedir. Kəmiyyətə baxırlar, keyfiyyətə baxırlar. Nə olsun çoxalıb. O gəncdir, o bunu geyindi, o bu belə deyək də performansı sənət yoxdur axı, Almaz xanım, nə ilə gəlirlər ki, hər şey göz qarşısındadır da. Toylarımızın bəs Almaz xanım, sizcə necə düşünürsünüz ümumiyyətlə? Sizin də bir oğlu övladınız var. Bax bizim də Allah bütün balaları saxlasın. Bütün balalarımızı qorusun. Amin. Ümumiyyətlə, yəni bugün toyların azalmasına səbəb nədir? Niyə bax bugün zəifçilikdir, o toylar, ümumiyyətlə bilməm, evlənən yoxdur, yoxsa bizə elə gəlir, ya toy azdır? Valla indiki gənclər də özünüz bilirsiniz ki, biraz evliliklər də azalıb. Elə bil ki, övladlarımız da ailə qurmaqdan daha çox belə deyək də, o məsuliyyəti üzərlərinə götürməkdən biraz qorxurlar. Yəni onları da qınaya bilmərik. Çünki yaxşı iş tapa bilmirlər. Yəni o məvaciblə ailələrini dolandırmağı, məsuliyyəti üzərinə götürməkdən qorxurlar. İndi də qızların da tələbatı tamam böyük. Qızların tələbatı hədsiz dərəcədə çoxdur. Evi olmalıdır, maşını olmalıdır. Amma bizim zamanımızda belə deyildi. Biz, məsələn, ailə quranda biz demədik ki, hər şey olmalıdır. Evi də, maşını da, ümumiyyətlə, hər şey bir yerdə nətər olmalıdır. Hər şey olmalıdır. Zamanla bu düzəlməlidir da. Əl-ələ verib düzəltməlisən bunu. İndiki qızlar deyirlər ki, məsələn, o tələbləri var da, evi olmalıdır, maşını olmalıdır, bu qədər pulu olmalıdır, belə. Bir o qızdan soruşan yoxdur ki, ay qızım, bəs sən nə bacarırsan? Bir ev işlərindən, bu yemək pişirməkdən, kişi evə gəlib, evdə yemək yoxdur. Kişi evə gəlib, arvad evdə yoxdur. Nə bilim, bir çox. Yəni, bu necə bəs sən bu sayırsan ki, bunlar olsun. Sən özün də evdə tapılmalısan, evdə yemək pişirməlisən. Biz valla sənət adamlarının adı çıxıb. Yəni üzdə olan insanların mən özüm yemək pişirmədən evdən çıxmıram. Yəni bu bir yəni mənə ümumiyyətlə çatmır. Deyirlər ki, indi evdə yemək pişirən yoxdur. Saat Almaz xanım bilirsiniz də, yəni belə münasibətimiz var da. Dəfələrlə olmuşuq Fərqanə xanımgildə. Əziz tamaşaçılar, biləsiniz ki, hər şeyi özü hazırlayır və mənim də evimə qonaqdır. Mən də hər şeyi özüm hazırlayıram. Saat 3 olan kimi məni axtarırlar. Evdə yeməyə nə var? Hər gün saat 2-3 arası ki, evdə yeməyə nə var? Yəni insan necə evdə yemək pişirməyə bilər? Bundan gözəl nə var?
Amma bugünkü qızlarımız onu istəmir. İstəmir. Deyir niyə ki, gedər yerə restoranda yeyərik və yaxud da ki, Sifariş verərik evə. Sifariş verərik, gətirərik. Daha çox evə İndi gərək sifariş. Mən deyir yemək bişirəm. Amma ailənin deməli istiliyini, qayğısını hələ bu qızlarımız, bəlkə də oğlanlarımız da hələ başa düşmürlər. Bax deyirsiniz də, indi siz bizdən böyüksüz də, deyirsiniz ki, bundan gözəl nə ola bilər ki? İndi mən də onu dərk eləyirəm. Amma siz məndən daha gözəl dərk edirsiniz də. Bəs orada nə var? Bax o evə girirsən, o evdən ki, o yeməyin qoxusu gəlir, evdə o istilik, pəncərələr belə görmüsüz də belə şüşələr parlanır. Parlanır. Yemək bişirən evlər elə olur da. Amma bu gün o azalıb, o evlər. Bilmirəm hansı aktyordur, yadımda deyil də, məşhur aktyorlardan biridir. Deyir, mənə sual verirlər ki, xoşbəxtlik nədir? Deyir, mən xoşbəxtliyə bir kəlmə deyir, bir cavab verərdim ki, hər bir insan səhər durur, öz ailəsindən işə gedir, ailəsi onu yola salır, işə yola salır. Axşam isə o tələsə öz evinə, öz ailəsinə tələsir ki, gedim bəli, ailəmlə öz süfrəmdə əyləşim. Yəni ailə nə deməkdir? Xoşbəxtlik nə deməkdir? İşinə tələsirsən ki, gedib ailəm üçün bəli, maddiyyat qazanım. Axşam da gedim o süfrədə ailəmlə bərabər o süfrədə oturum. Bax, bərəkət də ordadır, səmimiyyət də ordadır. Bəli. Həqiqət də ordadır, istilik də ordadır, enerji də ordadır. Fərqi yoxdur ki, sən o süfrədə hansı təamları qoyacaqsan. Ən əsası odur ki, sən o süfrədə sevgi ilə, məhəbbətlə, qayğı ilə əyləşəsən və nə varsa o çörəyi birlikdə kəsəcəksən. Zaten o evdə o qadın varsa, orada o sevgi var artıq. O heç onu necə qoysa da, o qadın özü elədir. İnanırsınız ki, bir də görürsünüz evdə qaçırıq çıxırıq da, çəkilişə gedirik, evdə yemək olmur, bişirməmsən də, tez çıxmısan. Mən yolda gedə-gedə Almaz xanım, deməli, qadını da bilərsiniz. Yolda gedə-gedə artıq mən o yeməyi bişirirəm. İçəri girəcəm, bir tavan qoyacam, yağ tökəcəm, onu birini belə, bunu belə. Artıq enerjini verirsiniz da. Yəni mən artıq məsələn olur da, əti bişirib hazır qoyursan, artıq ət bişirmisənsə və yaxud məsələn toyuq olsun, o pişibsə artıq demək ki, yemək hazırdır. Yəni o zirəng qadın üçün artıq o hazırdır. Evə girəcəm, tavanı qoyacam, artıq sən o yolda yeməyi bişirmisən. Sevgi ilə bişirdin, eşq ilə bişirdin. Enerji ilə bişirdin ki, bəli, mən bunu ailəm üçün eləyirəm, övladlarım üçün eləyirəm. Bax, bu yoxa çıxıb. Budur da sevgi, bəli, budur, əlbəttə. Bu yoxa çıxıb. Ən böyük bəla budur ki, bu yoxa çıxıb, bu azalıb. Babalardan qalan adlar, sevgi dolu, hünər dolu. Babalardan qalan yollar, ümid yolu, şərəf yolu. Ümid yolu, şərəf yolu. Bu doğma ad şanlı soyad, ömür boyu sənə dayan. Gərək yolu daşıyasan, ləyaqətlə baban sayan, ləyaqətlə baban sayan. İllər ötər, güllər solar, bu məhəbbət sönməz bir an. Onun nurlu baxışları, harda olsan sənə hayan. Baban tutan əllərindən tutar indi ayrı zaman. Nəslin sənin yandaşındır, sən əsrinin övladısan. Sən əsrinin övladısan, daim səndən öndə gedər. Əziz adın keç
geçsə də vaxt, çalış yüksəl əməlindən, adından da ucaya qalx, adından da ucaya qalx. İllər ötər, güllər solar, bu məhəbbət sönməz bir an. Onun nurlu baxışları harda olsan sənə hayan. İllər ötər, güllər solar, bu məhəbbət sönməz bir an. Onun nurlu baxışları harda olsan sənə hayan. İllər ötər, güllər solar, bu məhəbbət sönməz bir an. Onun nurlu baxışları harda olsan sənə hayan. Harda olsan sənə hayan. Harda olsan sənə hayan. Hansı insanlardan qaçırsınız? Mən ümumiyyətlə özü haqqında danışan insanları çox sevmirəm. Bəzən olur da yenə Ha, də mən, deyirəm. mən. Bəli. Elə hər şeydə mən bunu elədim, mən bunu etdim. Tutaq ki 4 nəfər oturmuşuqsa, yəni o insan imkan vermir ki, bu birisi də bir mən sözünü desin ki, axı mən də falan şeyləri eləmişəm də. Aha. Nə qədər olar elə ki bir tərcüməyi halını başlayır. Falan yerə getdim, falan tədbirdə oldum, falan şey belə oldu. Getdim, bunu Məni tikdim, belə bunu qarşıladılar. düzəltdim. Hə, məni belə qarşıladılar, məni belə dedilər. Axı Olmaz, bəli. həqiqətən bu artıq bir mədəniyyətsizlikdir. Bu bir kobudçuluqdur. Heç baxırsan ki, elə də böyük adam da deyil. Söhbət ondan gedir. Ay sağ ol. Yəni ki, ona heç Mən də deyirsən o ki, elə insanlarla qarşılaşmışam. Baxırsan ki, bunun işi yox, gücü yox, hələ elə də bir adam deyil. Hələ deyir belə oldu, elə gəldi. hə, falan vaxtı mən falan yerlərə getdim, falan şeylər elədim. İndi biz əgər o keçmişi vərəqləsək, görün o hara uzanıb Bəli. gedəcək. İmkan vermir ki, sən də bir ağzını açasan, o yanındakı da ağzını açar. Elə sən ağzını açan kimi, bir kəlmə danışan kimi bir də görsən elə üzün tutub o birisinə başlayıb. Bu şey nağıl edərə başlayırsa, bu birisi də başı gicəlləndir. Həqiqətən belə insanlar var. Mən deyən Hə, insanlardan. mən sevmirəm. Bir də ki, o siz dediniz, insanın elə bir ki, üzünə qarşı deyir ki, nə yaxşı sən bu falan şeyi eləmisən. Heç bu əvvəl belə deyildi. İndi falan şeylər artıq yaxşıdır, çox yaxşıdır. Yəni bunu Bəli, olmaz əslində belə. olmaz. Olmaz, Demək əlbəttə. lazımdır ki, ay nə gözəl. Şükürlər olsun ki, artıq bunlar da var. Amma elə bir ki, o pis, soyuq, mənfi enerjisi ilə mən də elə şeyləri biraz çox Bəli, hiss əlbəttə. eləyənəm, bəli, təbii ki. Və yaxud deyirlər ki, məsələn oturub kimlə bax danışırsan, sən necə deyim, özündən böyükdür də. İndi o öz fikirlərini çatdırır, sən öz fikirlərini çatdırırsan. Qayıdıb deyir ki, görürsən, indikilər çox bilmişdi. Yəni insan, yəni sən istəyirsən, o sənin fikrini alır. Sən də məsəl üçün ona öz fikrini çatdırırsan da, qayıdıb deyir ki, görürsən, indikilər necə çox bilmişdi. Heç bizim o vaxt ağlımıza belə gəlməyib. Yəni insan insanın üzünə bunu necə deyə bilər? Yəni ki, görürsən indikilər necə çox bilmişdi. Yəni bu belə, yəni insan tipləri var da. Var. Çalışıb həqiqətən onlardan Qaçmaq lazımdır. Salam, sağ ol. Hay ver mehribanım, hardasan harda, könlümü koymusan həsrətdə darda. Sən ələ olduğum əziz günlərim xatirəyə dönüb qaldı baharda. Yaram alay.
solacak. Bilirəm ki qəlbin əyləncə olub, həyat yollarında gültəy solacaq. Hardasan yarım harda, hardasan yarım harda, məni qoymusan darda. Səninlə olduğum əziz günlərim xatirəyə dönüb qaldı baharda. Səninlə olduğum əziz günlərim xatirəyə dönüb qaldı baharda. Xatirəyə dönüb qaldı baharda. Almaz xanım, bugün yaxşı ifaların, bax, xalq mahnılarımızın tənəzzülə doğru getdiyi bir vaxtda, televiziyaların eniş yaşadığı bir dövrdəyik də, işləmə həvəsiniz nə qədərdir? Bax, efirlərə çıxmaq, yeni işlər görmək, mahnı yazdırmaq, ümumiyyətlə hal-hazırda bu dönəmlərdə sizdə vəziyyət necədir? Mən özüm şəxsən televiziyaya çox az baxıram. Çünki baxanda da əsəbləşirəm. Nə qədər olar, yenə də deyirəm, o bayaq biz mövzu danışdıqda, nə qədər olar şəxsi söhbətləri gətirirsiniz, geyimdən danışırsınız, filan kəsin barmağındakı qızıldan danışırsınız və yaxud da ki, ayaqqabısına baxırsınız. Bu hansı mədəniyyətdir? Maşın, Axı ev, efir, zinət əşyaları. efir axı bir mədəniyyət, maarif ocağıdır da. Bəli. Hər bir orada körpədən tutulmuş, yaşlı bir insana qədər baxır və nə isə götürür oradan. İnanın ki, bugün bizim efirlərə, bəzi verilişlərə gedəsi deyil. Və çağırırlar da, onu hamı da bilir, buradan da, yəni çağıranlar da bilir ki, mən getmirəm. Elə verilişlər var ki, tək-tək gedirəm. Bəzən də soruşurlar ki, niyə efirə az-az çıxırsan? Niyə efirdə görünmürsən? Da ona deyə bilmirsən ki, açıb çox şey də deyə bilmirsən. Deyirsən ki, vaxtım yoxdur, yoldur, probkadır, çox gedə bilmirəm. Amma inanın ki, bax. Amma əslində gəlin açıqlayaq, niyə getmirsiniz? Niyə getmirəm? Mən gedəndə mənə lazım olan suallar verilmir. Mən getdiyim bəzən qonaqlar mənim ürəyimcən olmur. Uyğunluq. Və yenə də deyirəm ki, mən əgər o verilişin aparıcısını, hər bir aparıcı, hər bir verilişin qapısıdır da. Bəli, əlbəttə. Necə açırsansa sən gələn qonaq da o cürə sənə istilik verir. Bəzi aparıcıları mən sevə bilmirəm. Və o verilişdə mənə heç artıq sual verməsə belə, məndə qıcıq yaradır. Və ona görə də mən heç o verilişə getmirəm. İndi sizi bilirsiniz ki, biz sizi illərdir çox-çox sevirik və sizin apardığınız verilişlərin, verdiyiniz sualların, çağırdığınız qonaqların bir sambalı var. Bir rahatlığı var, bir huzuru var. Tamaşaçı 5 nəfər, 10 nəfər, 20 nəfər bura baxanda buradan nə isə götürür da. Bəli. Yaxşı bir-iki söz götürür, bir-iki nəsihət götürür, özü üçün, ailəsi üçün. Amma o bəzi verilişlərimizdə yoxdur. Yenə də deyirəm, reyting xatirinə nə qədər insanlar bir-birinə qırdırmaq olar. Nəyimizə lazımdır bizim? Bizim bu yaşımızda, bu vaxtımızda bizə lazım deyil. Amma xanım, maraqlıdır, bax, səhnə, konsert öncəsi özünüzü hazırlamaq üçün xüsusi rituallarınız varmı? Biraz belə fərqli yanaşdıq belə. Təbii ki, Fərqli və maraqlı suallardan biri. hər bir insan ilə həm səhnədə olsun, həm evdə olsun, həm bir yerə çıxanda da, yəni evdən çıxanda da, yəni xüsusi ritual deyəndə Yaxın biraz. Ritual deməzdim, dualar var da. Dualar. Amma Sizin öz siz dualarla, zikirlərlə yanaşırsınız. bəli, amma yəni duaları da edə bilərsən, zikirləri də edə bilərsən. Mən baxıram, bəzən futbolçulara baxıram. Elə şeyə çıxan kimi, meydana çıxan kimi hər biri başlayır özünün duasını etməyə. Yəni bu belə deyək də, yazılan zikirlər, dualar da ola bilər. Amma ən gözəli, Fərqanə xanım, ən gözəli elə sənin içindən nə gəlir? Nə gəlirsə. Deyirsən ki, ey gözəl yaradanım, ey gözəl Allahım. Yar və yardımçım ol. Təbii ki, səhnəyə çıxanda, konsertə çıxanda, yəni çox məsuliyyətlidir. Çünki canlı sən tamaşaçı ilə ünsiyyətə çıxırsan. Səsdir, işləməyə də bilər. Nə bilim, bir tamaşaçı qarşısında nəsə bir büdrəmə də ola bilər. Allah qorusun. Yəni ən birinci əlini açırsan deyirsən ki, ay Allah, özümü sənə əmanət elədim. Ürəyindən keçən ən sadə ürəyinin rabitəsini Allahla birləşdirirsən. Zikirlər eləyə də bilərsən, yenə də deyirəm. Nə qədər istəyirsən dualar oxuy, amma sənin ən əsas duan
sənin içindən gələn səsdir. Mən hökməndir ki, çətin anlarımda çalışıram ki, evdən çıxam. Aha. Evdən çıxıram, yəni insanlarla ünsiyyətə daha çox üstünlük Aa, nə verirəm gözəl. və bir də ki, yol getməyi sevirəm. Yəni Ancaq o çətin gedəsiz, anlarımda, bəli, piyada özüm addımlayaraq, ağac varsa ağaclarla, ağacların dəniz yanı ilə kənarında. keçim, dəniz varsa dənizə getim, su ilə belə deyək də. Yəni rabitəmi daha çox, yəni fikirlərimi Tanrı ilə bölüm. Tanrı ilə danışım. Gəzmək də daha çox gəzmək. Bəli, bəli, daha çox gəzərək. O su deyirsiniz, dəniz kənarı, bax o dəniz kənarı olsun və yaxud belə bir, yəni fərqi yox da bulvar da ola bilər. Hər O yer su ola bilər. Su necə çəkir insan. İnanın ki, sən gəlirsən həmin adam olmursan da. Həqiqətən elə bax o dəniz qırağını deyirsiniz, çox olur da. Məsələn mən işə gedəndə bəzən piyada oradan düşürəm, sonra maşına minirəm. O dəniz qırağından keçirsən, yaxınlaşırsan, o suya baxırsan. Suya baxırsan. İnanın ki, O özü elə bir ibadətdir. həm ibadətdir, həm də o qədər sən təmizlənirsən ki, Təmizlənirsən. sanki sənin elə bir ki, həyatında o nə ki qaranlıqlar, nə ki çirkablar var idi, axdı, apardı, aldı, apardı o su səndən. Almaz xanım, təşəkkürümü bildirirəm bugünkü günə görə, bugünkü efir üçün çox səmimi və inanıram ki, tamaşaçılarımız da bizdən zövq alacaq. Musiqilərdən, sizin danışığınızdan və sonda fikirləriniz çox maraqlıdır. Bizim haqqımızda, verilişimiz haqqında. Çox sağ olun Fərqanə xanım. Elə hər zaman həqiqətən də yenə də deyirəm ki, o qapını açırsınız. Çünki bu veriliş sizin verilişdir də. Tamaşaçı ilk öncə o açar sizin əlinizdədir. Bəli. O açarı hansı tərəfə yönəldilirsə, o qapını necə açırsınızsa, hansı səmimiyyətlə, hansı belə deyək də dəyərlərlə açırsınızsa, ənənələri qoruyursunuz. Mən ilk növbədə onu həmişə elə sizin ailənizdən də görmüşəm, həyat yoldaşınızdan da görmüşəm, valideynlər ananızı görmüşəm. Buradan salamlayıram. Var olun, var Çox nurlu bir ananız var. Təbii ki, bu Var olun. hər şey bir kökdən gəlir. Siz necə qarşılayırsınızsa və biz də o düşürük o axara, o necə deyirlər, o suyun axarına düşürük. Hər zaman sizdən belə huzur görmüşük, rahatlıq görmüşük, mənəvi dəyərləri görmüşük, tariximizin o necə deyirlər, dəyərlərini qorumusunuz. Və çox böyük bu gün də o necə deyirlər, bəzi suallar belə deyək də, yəni heç zaman eşitmədiyim, almadığım, Bəli. cavab vermədiyim sualları verdiniz. Mən bu gün belə deyək də öz kökümdən başladım. Zəngilanımdan, doğulduğum torpaqdan, doğulduğum ailə ilə başladıq. Nə gözəl, nə Bəli, gözəl. əlbəttə. Çox xoşum gəldi. Çox sağ olun. Təbii ki, Firuza da çox sağ olun deyirəm ki, Firuz bəyə də. O da bir o kameranın arxasında bir enerji ötürür bizə. Çox sağ olun. Çox böyük huzurlu, rahat olun. bir mənə elə gəlir ki, tamaşaçıların da bəyənəcəyi bir veriliş oldu. Var olun, Allah var eləsin Alnaz xanım. Təşəkkürümü bildirirəm gəldiyinizə görə, fikirlərinizi bildirdiyinizə görə. Belə əziz tamaşaçılar, bu biz idik. Mən Fərqanə Gülağa qızı ilə inşallah Allah ömür versə gələn həftənin bu günündə, bu saatında yenə görüşəcəyik. Sağ olun, salamat qalın.